Martın 27-si gündüz saatlarında isə bu proses, yəni Aralıq dənizinin daxil olması gözlənilən yanğıtı sistemlərinin Xəzər siklonları ilə birləşərək daha da güclənməsi gözlənilir. Nəticədə mart ayının 27-sində bu prosesin pik dövrü gözlənilir. Mart ayının 27-si gündüz saatlarında xəritədən də göründüyü kimi kifayət qədər intensiv xarakterli topa yağış buludlarının inkişafı üçün mümbir sinoptik şəraitinin yaranması gözlənir. Bugünkü tədbirlərə əsasən mart ayının 27-sindəki proses nəticəsində xüsusi ilə də Böyük Qafqaz rayonlarının ərazisinə və Cəlilabad, Astara ərazilərinin, eyni zamanda Dağlıq Şirvana, Böyük Qafqazın şimal-şərqinə, Quba-Qusar, Kasmaz ərazisinə və Abşeron ərazisində kifayət qədər intensiv xarakterli yağıntıların yağması gözlənir. Xüsusilə də Dağlıq Şirvanda, Böyük Qafqazın şimal-şərqində, Quba-Qusar, Kasmaz, Şabran, Xızıda şiddətli leysan xarakterli yağışlar nəticəsində, dolu nəticəsində çaylarda suluğun kəskin artması, sel daşqın hadisələrinin dəfələrlə artım ehtimalı var. Mart ayının 27-si axşama doğru bu sistem tədricən Azərbaycanın xüsusi ilə də şimal-qərb rayonlarında, şimal-şərq rayonlarında çox təsirli olacaq. Mart ayının 27-sində keçən gecə saatlarına doğru bu yanğıtı sistemi hələ də Abşeron ərazisində davam edəcək. Nəticədə Abşeron ərazisində mart ayının 27-si gün ərzində ara bir yağış yağması və yağışın lokal xarakterli intensiv olması ehtimalı var. Lakin ekstratropik siklon sistemlərinin ümumi parametrlərinə əsasən bu sistem çox dəyişkən olur. Dünya praktikasında bu sistemi dəqiq proqnozlaşmaq qeyri-mümkündür. Hər saniyə bu sistemdə dəyişikliklər müşahidə edilir. Nəticədə bu ekstratropik siklon sisteminin təsirindən yanğıtların güclənməsi ehtimalı olsa da bu proseslərin daha dəqiqləşdirilmiş məlumatları yaxın günlərdə yenilənmiş məlumatların təlləri kanalda yayınlanacaq. Mart ayının 27-sindən 28-dən keçən gecə bu sistemin xüsusilə də Böyük Qafqazın şimal-şərqində, yəni Quba-Qusar, Kasmaz, Dağlıq Şirvan arasında aktiv olması gözlənilir. Nəticədə mart ayının ümumilikdə mart ayının 27-si, 28-i ərzində, yəni 24-48 saat ərzində ən çox yanğıntı Böyük Qafqaz rayonlarına düşür. Nəticədə Böyük Qafqazın əksər dağ çaylarında suluğun artması, lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Mart ayının xüsusilə də artıq 27-sində 28-dən keçən gecə Quba-Qusar, Kasmaz, Dağlıq Şirvandakı yanğıtların intensiv, güclü, lokal, şiddətli olması ehtimalı var. Mart ayının 28-ci günün birinci yarısında isə bu sistem hələ də xüsusilə də Böyük Qafqazın şimal-şərqində aktiv olacaq. Yəni Böyük Qafqazın xüsusilə də Quba-Qusar, Kasmaz, Dağlıq Şirvan arasında, Xızıda, Siyəzəndə, Şabranda yanğıtların mart ayının 27-ci və 28-sində lokal xarakterli, hətta aramsız yağması nəticəsində əksər çayların suluğun kəskin artması gözlənilir.